Deməli, baxın, tanış olun. Bu Howard Gardner'dir. Howard Gardner'in nəzəriyyəsi adlanır çox növlü zəka və yaxud da ki, çox şaxəli zəka, çox şaxəli intellekt də deyə bilər. Və ya çox növlü intellekt də deyilə bilər. Zəka, intellekt işlənə bilər burada. İki formada görə bilərsiniz. Baxın, bu nəzəriyyələri öyrənərkən test imtahanına hazırlaşırsınız da, sizə ehtiyac deyil bu alimlərin anadan olduğunu, nə bilim, öldüyü tarixi və yaxud da onların oxuduğu universitetləri, yəni onların həyat və yaradıcılığını oturub əzbərləməyə ehtiyacınız yoxdur. Sadəcə bizə lazım olan nədir? Bizə lazım olan bu nəzəriyyənin mahiyyətidir ki, burada bu alim nədən danışır? Mahiyyəti nədir? Howard Gardner'in baxın burada belə bir ifadəsi var deyir. Düşünürük ki, bir gün uşaqlar məktəbi bitirib, sonra da öyrəndiklərini istifadə edə biləcəklər. Amma yəni deyir, biz düşünmürük ki, onlar məktəbi bitirəndən sonra maksimum 1-2 ildən sonra nə olacaq? Öyrəndiklərinin çoxunu unudacaqlar. Yəni məktəbdə oxuduğunun çoxunu unudacaqsan, maksimum 2 il, 3 il unudacaqsan. Çünki bunun səbəbi nədir? Öyrənilən məlumatlar təkrar olunmadıqda, biz ondan istifadə etmədikdə nə olur? Onlar unudulur, yaddan çıxır və gedir. Bəli. Gardner'in nəzəriyyəsinin əsas mahiyyəti nədir? Howard Gardner deyir ki, uşaqlara tədrisi elə qurmaq lazımdır ki, onların özlərinin öyrənmə xüsusiyyətinə uyğun olsun. Yəni bir sözlə biz burada sanki öyrənmə tərzləri var deyə 4 dənə. Onların biraz çox versiyasını öyrənirik. Orada 4-dür, burada 8 dənədir. Yəni onlar necə öyrənirlər? Uşaqlar hansı formada öyrənirlər, qavrayırlar? Bunu biz burada öyrənmiş oluruq. Bu intellektin növlərini bilməklə biz şagirdlərə dərsi necə tədris edəcəyimizi müəyyənləşdirmiş oluruq. Baxın, Sokrat nə deyir? Deyir, özünü tanı. Yəni, özünün xüsusiyyətlərini bil. Sən necə öyrənirsən, hansı yolla öyrənirsən, özündən agah ol, yəni, özünü tanı. Bəli. Howard Gardner'in nəzəriyyəsi bəzi mənbələrdə 9 intellektə bölünür. Yəni, əslində 8 intellekt mövcuddur. Bəzi mənbələrdə 9 yerə bölünür. O 9-cunun adı kitablarda yoxdur. Heç testlərə də düşmür. Yazdıracam, sonda sizə yazarsınız. Hər ehtimal belə qalar sizdə. Mənasını da bilərsiniz ki, nə deməkdir. 8 intellekt növü mövcuddur Gardner'ə görə. Birinci gəlir burada, baxın, verbal lingvistik zəka. Verbal lingvistik zəka nədir? Sözlərlə öyrənən insanlardır, sözlərlə. Bu adamlar sözlərlə öyrənir. Danışmaq, yazmaq, oxumaq, qeydlər götürmək, müzakirələr etmək və s. verbal lingvistikin öyrənmə xüsusiyyətləridir. Yəni, diqqətli olsanız görərsiniz ki, verbal, yəni sözlərlə, düzdür. Bir də lingvistika. Bu da yazı ilə bağlı bir şeydir. Dilçiliklə bağlı bir şeydir, bəli. Yəni, verbal lingvistik yazmaq, oxumaq, danışmaq, müzakirələr aparmaq və s. bu cür öyrənməyi sevir. Məsələn, burada bu kimdir? Natiqdir və yaxud da nəsə bir ifadə işlədir orada. Siyasətçidir, oratordur. Sokrata oxşadı. Dilin sintaktikasını, fonetikanı, semantik xüsusiyyətlərini və s. yaxşı bilən insanlar. Məsələn, siyasətçilər, oratorlar, sonra təlimçilər, natiqlər, jurnalistlər, aparıcılar və s. Daha çox söz bazası zəngin olan insanlar. Onlar verbal lingvistik zəkaya sahib olurlar. İkinci intellekt növümüz adlanır məntiqi riyazi intellekt. Məntiqi riyazidəki adından məlum. Şəkildən də görsənir ki, riyazi bacarıqları güclü olan insanlar, məntiqi təfəkkürləri güclü olan insanlar, məntiqi riyazi intellektə sahibdirlər. Bu insanlar səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyi, problemləri detallı həll etməyi, qarşısına çıxan problemi təhlil etməyi, araşdırmağı sevirlər yəni. Daha dərin, daha geniş araşdırmalar edirlər və bu cür öyrənirlər. Məntiqi riyazi intellekt budur. Bu intellektə sahib olan uşaqlar, insanlar yəni sevirlər tapmacaları, məntiq oyunlarını, sonra strateji oyunları, məsələn şahmat, dama kimi strateji oyunları sevirlər. Və gördüyünüz kimi dəqiq fənlərlə daha çox bağlıdır. Məsələn riyaziyyat, fizika və s. kimi elmlərlə əlaqəlidir. Verbal lingvistik daha çox humanitar yönümlüdür, düzdür?
dilçilər, tarixçilər və s. ora daha çox uyğun gəlir. Amma məntiqi riyazi daha çox riyazi məsələlərlə bağlıdır. Hesablamalar etməyi sevir və yaxud da deyə bilərik ki, baxın, muzeyə getmək məsələsi var burada. Muzeyə getməyi iki yerdə var muzeyə getmək. Bir məntiqi riyazidə var, bir də məkan vizual intellektdə var. Məntiqi riyazidə elmi muzeylərə getməyi sevir bu uşaqlar, elmi muzeylər. Amma desək ki, incəsənət muzeylərinə getməyi sevir incəsənət. Onu biz məkan vizuala aid edəcəyik. Məkan vizualı haqqında birazdan danışacağım sizə. Üçüncü intellekt növümüz. Baxın, bunlar da sal oynasın, vur çatlasın, musiqiçilərdir. Bu musiqiçilər. Musiqi ritmli intellektdə, yəni musiqi duyumu güclü olan insanlardır. Onlarda ritm, melodiya, səs, tembr buna qarşı həssas olurlar. Musiqi dinləyərək oxuyurlar məsələn, test yazırlar. Bu zaman daha yaxşı anlayırlar hər şeyi, daha rahat olur onlar üçün. Musiqi ritmli intellekt budur. Məsələn, əlləri ilə belə kiçik ritmik vurmalar edirlər, ayaqlarına ritmik vurmalar edirlər. Bunlar musiqi ritmlidir. Musiqiçilərdir, məsələn, bura aiddir, 90% ilə musiqiçilər aiddir. Sonra dördüncü məkan vizual intellekt. Amma burada bir şey deyim sizə. Musiqi ritmli intellektdə nə var? Qafiyəli sözlərlə öyrənmək. Qafiyəli sözlər. Qafiyəli söz. Baxın, sadəcə sözlərlə öyrənənlər kimləri idi? Verbal lingvistik intellektə sahib olan insanlar idi. Onlar sözlərlə öyrənməyi sevirdi. Amma qafiyəli sözlər desə, musiqi ritmli olacaq artıq. Onlar qafiyə tutaraq öyrənirlər. Məkan vizual. Bu da gördüyünüz kimi kimdir? Picasso deyəsiz buna, nə bilim o rəssamlardan. Bu da rəssam deyəkin ki, rəsm çəkir, düzdür? Rəsm əsəri çəkir orada. Ümumiyyətlə, məkan vizual, yəni vizual görüntülərdir ki, vizual şəkildə öyrənmək. Məsələn, dərsi oxuyursan, beynində vizuallaşdırırsan. Yəni, beynində bir nəsə qurursan orada, canlandırırsan yəni. Bu məkan vizualdır. Kitabı oxuyursan, göz yaddaşı ilə orada şəkilləri, səhifələri yadında saxlayırsan, ardıcılığı yadında saxlayırsan. Bunlar məkan vizualdır. İnteriyer dizaynerlər, memarlar, rəssamlar daha çox məkan vizual intellektə sahib olurlar. Vizual təsvirlər, şəkil çəkmək, qrafik, dizayn, bunlar hamısı məkan vizuala aiddir. Bu insanlar getdikləri yeri yaxşı yadlarında saxlamağı bacarırlar. Bir dəfə getdiyi yolu yadında saxlayır həmişə. Gördükləri yuxuları belə yadlarında saxlayırlar. Yuxu görür, onu gəlir, detallı şəkildə danışır. Bunlar olur hamısı məkan vizual intellekt. Bayaq dediyim kimi, incəsənət muzeyinə getməyi sevir, məkan vizual intellektə sahib olanlar incəsənət muzeylərinə getməyi sevirlər. Beyinlərində nəyisə canlandırırlar. Bu cür öyrənirlər. Növbəti intellekt növümüz gördüyünüz kimi, bunlar da nə edirlər burada? Gül əkirlər, nə bilim, ağac əkirlər, təbiəti qoruyurlar. Naturalist intellekt, natura, flora və fauna ilə bağlıdır. Yəni, bitkilər aləmi, heyvanlar aləmini sevmək, onlara qulluq göstərmək, təbiət qoynunda öyrənməyi sevir. Məsələn, kitab oxuyur, gedir, həyətdə oxuyur, quşların səsi ona ilham verir. Arasındadır. Bir insanda bütün intellekt növlərinə də rast gələ bilərik. Yəni, bütün intellekt növlər. Bəziləri daha çox özünü göstərəcək, bəli. Olacaq ki, ya vizual daha güclü ola bilər, bədən kinestetik. Amma yerindən, zamanından asılı olaraq müxtəlif intellekt növlərinə uyğun da öyrənə bilərik. Bəli. Bəli. O vizualdır artıq. Göz yaddaşından bəli, yadında qalıb ki, səhifəni yadında saxlayıb. Barmaqlarını hesablayır. O məntiqi riyazi olar da yenə də. Çünki hesablamadırsa, hesablama əməllərini məntiqi riyaziyə aid edəcəyik. Bəli. Yox, musiqi ritmli yox. Bədən kinestetika hardasa oxşada bilərik ki, hərəkətli öyrənir, hərəkətlərlə. O şəkildə bədən kinestetika oxşada bilərik. Bəli, amma ümumi hesablamalar məntiqi riyaziyə aid olacaq, bəli. Belə, sonra, naturalist budur, yəni təbiəti sevənlər, misal üçün, bu uşaqlar sinifdən sıxıla bilərlər. Sinif onlar üçün sıxıcı gələ bilər. Nə edə bilərik? Bu uşaqları
pəncərə qarşısında əyləşdirə bilərik. Onlar pəncərədən nə edirlər? Təbiəti seyr eləyirlər, təbiətə baxırlar. Və yaxud da ki, sinif otağını elə bir formalaşdıra bilərik ki, orada rəngarəng olsun yəni. Məsələn, biz dipçəkdə güllərdən istifadə edə bilərik. Və yaxud da otağın rəngini daha açıq olmalıdır ki, uşaqlar nə olmasın, sıxılmasın orada. İşıqlandırma yaxşı olmalıdır. Bunlar hamısı naturalistlərin yəni sevdiyidir ki, özlərini təbiət qoynunda hiss eləsinlər. Yəni təbiəti sinif otağına gətirmək. Bəli. Bu olacaq naturalist intellekt. Növbəti intellekt növümüz adlanır bədən kinestetik. Bu da gördüyünüz kimi idmançı adamdır. Bədən kinestetikdəki daha çox bədən koordinasiyası, idman hərəkətləri, fiziki hərəkətlər, qaçmağı, tullanmağı, gəzməyi sevir, praktiki öyrənməyi sevir, oturub dinləməyi sevmir, müzakirələri sevmir. Məsələn, oturub saatlarla dinləmək onun üçün sıxıcı gəlir, hərəkət eləmək istəyir. Bu bədən kinestetik öyrənənlərdir. Onlar üçün biz öyrənmə prosesini daha çox praktiki yönümlü qursaq daha yaxşı olar. Yəni, getsin, hərəkət eləsin, özü bir işi icra eləsin, toxunsun ona. Toxunaraq öyrənmədir həm də bədən kinestetik. Hərəkətlərlə, məsələn, aktyorlar, atletlər, rəqqaslar bədən kinestetik intellektə sahib olurlar. Məsələn, rəqqaslar, görürsünüz, onlar bədən kinestetikdir. Musiqi ritmli yox, bədən kinestetik. Niyə? Çünki bütün bədən əzələləri hərəkət edir. Böyük motorika deyilir buna. Bütün bədən əzələləri hərəkət edir. Əgər bədən kinestetik yoxdursa, götürə bilərik musiqi ritmli. Bədən kinestetik yoxsa götürə bilərik. Amma bədən kinestetik varsa ilə ona aiddir ki, növbədə. Bəli. Əl işləri hazırlamaq, nəsə qurumaq, düzəltmək, yaratmaq, bunlar hamısı bədən kinestetikdir. Məsələn, müəllim şagirdə bir neçə ləvazimat verir, deyir bunu düzəlt. Burada nəsə düzəlt, yarat. Bunlar hamısı olur bədən kinestetik. Praktiki öyrənmə bir də, bunu yadda saxlayın. Növbəti intellekt növlərimiz, baxın, 7 və 8. Şəxslər arası və fərd daxili. Bunlar da bir-birinin əksisidir. Bəli, şəxslər arası, gördüyünüz kimi nə edirlər burada? Görürsünüz, yoldaşları ilə ünsiyyət qururlar, danışırlar. Bəli, jest mimikalarla bir-birinə münasibət qururlar. Şəxslər arası başqaları ilə ünsiyyətdə olmağı, yoldaşları ilə söhbəti, əməkdaşlığı sevən uşaqlardır. Yəni, onlar təkliyi sevmirlər, təklik onlara cansıxıcı gəlir. Həmişə yoldaşlarına bir yerdə olmaq istəyirlər. İnsanlarla çox ünsiyyətdə olduqlarına görə də onlarda empatiya hissi güclü inkişaf edir. Empatiya, yəni başqalarını anlayırlar. Başqalarının hisslərini, düşüncələrini daha yaxşı dərk edirlər. Çünki onlarla çox ünsiyyətdə olublar. Empatiya qurmağı bacarırlar. Üz mimikalarından, jestlərindən belə başqalarını tanımağı bacarırlar. Həssasdırlar, yəni başqa insanların jestlərinə, mimikalarına qarşı həssasdırlar. Bədən dilini başa düşürlər. Baxın, burada diqqətli olun. Əgər bir insan jest və mimikalardan istifadə edərək danışırsa, bu bədən kinestetik intellektdir. Amma bir insan qarşıdakının bədən dili ilə ona nə demək istədiyini anlayırsa, yəni onun jest və mimikalarından nə demək istədiyini başa düşürsə, bu olur nə? Şəxslər arası. Bəli. Məsələn, nəsə bir davranış pozuntusu olur, müəllim orada nə edir? Davranış pozuntusu olanda, sinifdə. Göz qaş edir. Gözünü ağardır məsələn, jest və mimikalarından nəsə ona başa salır ki, yəni etmə. Qarşı tərəf əgər onu anlayırsa, deməli şəxslər arası zəkaya sahibdir. Yox, anlaya bilmirsə, baxır elə müəllimə görə müəllim nə deyir, mən niyə gözünü ağardır? Deməli, o zaman artıq bu zəifdir onda şəxslər arası zəka. Bəli, belə. Sonra bir də dedim burada hər şey, bir də fərd daxili intellekt var. Bizim 8-ci intellekt növümüzdür burada. Fərd daxili də baxın, burada qız nə edir? Yoga ilə məşğuldur, özünü motivasiya eləyir, tək başına düşünür, sakitləşdirir özünü. Bu, ona fərd daxilidir. Fərd daxili daha çox özü, tək başına düşünən şagirdlərdir, təkliyi sevənlərdir. Onlar tək öyrənməyi sevirlər. Yəni, özü işi tək görsün, məqsədini qoysun, planını qursun, işini icra eləsin. Bəzən fərd daxili intellektdə özünə qapanan və yaxud da ki, utancaq deyirlər. Amma yanlış yanaşmadır. Özünə qapanan və yaxud da utancaq deyil. Yəni, onu buraxsan, digərlərindən daha üzdə olar. Amma sadəcə təkliyi sevir. Yəni, sevmir çox ünsiyyətdə olmağı, çox iş görməyi, insanlarla bölüşməyi, individual yanaşır məsələlərə. Təkliyi sevir.
Bu cür öyrənmə onun üçün daha effektivdir çünki. Bu fərd daxili intellektdir. Belə. Bir də 9-cu dedim bayaq, bəzi mənbələrdə göstərilir 9-cu intellekt növü. Bu da adlanır ekzistensial intellekt. Ekzistensial. Bəzi mənbələrə görə bu da var. Ekzistensial. Nədir bu? Baxın. Ekzistensial intellektə sahib olan uşaqlar daha çox həyatla bağlı, qəribə, dərin, fəlsəfi suallar verən uşaqlardır. Məsələn, uşaq duracaq, dayanacaq, birdən qəfildən deyəcək ki, insanlar niyə ölür? Ruhlar aləmi varmı? Günəş olmasa nə baş verər? Yəni, belə dərin, qəribə suallar verən uşaqlar ekzistensial intellektə sahib olurlar. Fəlsəfi suallar verirlər. Belə, bəzi mənbələrə görə 9-cu intellekt növüdür. Baxın, bu mövzuda əsas oxuyacağınız bunlardır, yəni. Necə? Kim olurlar? Onlar da, nə bilim, kim olurlar? Baxın, bu cədvəlin içərisi var, ha. Bu cədvəlin içərisini oxuyarsınız, danışdıqlarımız hamısı burada yazılıb. Oxuyanda görəcəksiniz ki, bu qədər, yəni, bununla kifayətlənir. Testlərinə birazdan baxacaq, sadədir. Məsələn, gəlin, bir neçəsinə baxaq. Bəli, əlbəttə. Hə, asandır, çətin deyil. Bəli, Karol Dweck. Karol Dweck nəzəriyyəsi 2 sözdən ibarətdir. Birazdan danışacağım. Görəcəksiniz ki, həqiqətən asandır. Hə, baxın müəllimlər, görürsünüz. Misal üçün 59 nömrəli sual. Səbəb-nəticə əlaqələri məntiqi riyazi, düzdür? Səbəb-nəticə varsa məntiqi riyazi götürürük. Sonra 58 nömrəli sual. Diqqət mərkəzində olmağı sevir. Liderlik bacarıqları güclüdür. Bəli, şəxslər arası diqqət mərkəzində olmağı sevir. Fərd daxilinin vecinə deyil. Kim ona nə dediyi, necə yanaşdı, onu o qədər də maraqlandırmır. Amma şəxslər arası sevir. O deyir ki, insanlar mənə yaxşı baxsınlar. 57-də baxın, oxumaq, qeydlər aparmaq, müzakirə xəritəsi, verbal lingvistik, bəli. Çünki hamısı nə ilə bağlıdır? Oxuyur, yazır, müzakirə xəritəsi də yenə müzakirə qurmaqdır, yəni onun xəritəsini qurmaq. Maket deyil müzakirə xəritəsi. Bir sözdən bir mövzu verilir, onu şaxələndirirlər, xeyli əhatələndirirlər. Yəni bir sanki o müzakirənin xəritəsini qururlar sanki. Ona görə olur bu verbal lingvistik. Sonra 51. Başqalarına qarşı həssas olur, düzdür? Şəxslər arası. Belə yəni, sadə testlərdir. 44-də bəli, bədən kinestetik. Çünki toxunaraq öyrənirlər. Belə, bu qədər. Bunu öyrənəcək, işləyəcək o testləri. Baxaq Karol Dweckə. Burada bir 7-8 dənə alim var. Onlardan hamısı bəydir, bir dənə xanım var içərisində. O da kimdir? Karol Dweckdir. Ayrıdır, bəli. Onu da yazacaqsınız təbii ki. Karol Dweck. Bəli. Baxın, Karol Dweck görsünüz əlində nə var? Beyin var əlində. Baxın, Karol Dweck düşüncə tərzi nəzəriyyəsini irəli sürüb və 30 ildən çox araşdırmalar aparıb. Digər alimlərin nəzərlərinə baxsaq, orada xeyli mərhələlər veriblər, nə bilim, xüsusiyyətlər yazıblar. Xanım olduğu bilinir ki, o 2 dənə yerə bölüb, 2 mərhələyə bölüb, sadə şeyləri yazıb ora. 30 ildən çox araşdırmalar eləyib, yəni zarafat eləyirəm, elə belə gəlməsin sizə. Yox, bu dərin araşdırmadır, siz bildiyiniz kimi deyil yəni. Karol Dweck deyir ki, insanlar 2 cür olur. Açıq və qapalı düşüncəli. Təbii ki,
Qapalı düşüncə nədir? Bütün mənfi xüsusiyyətləri aid edəcəyik qapalı xüsusiyyətə, qapalı düşüncə tərzinə. Bütün müsbət xüsusiyyətləri də aid edəcəyik açıq düşüncə tərzinə. Yəni bu qədər. Örtün kitabları, gedin testini işləyin, gəlin. Hə, nə deyir orada? Deyir ki, hə. Bəli, deyir, düşünürsən ki, bunu bacararsan, haqlısan. Düşünürsən ki, bunu bacarmazsan, yenə də haqlısan. Yox, yəni düşünürsən ki, bunu bacararsan, özünə inanırsan, inamdan gedir söhbət. Haqlısan, bacararsan deməli. Yəni düşünürsən ki, bacarmayacaqsan, yenə də özünü tanıyırsan, bəli. Bilirsən ki, bacarmayacaqsan, sənlik deyil. Haqlısan, yəni bacarmayacaqsan. Bunu Henry Ford deyir. Bəli. Belə, yəni də bu qədər. Testləri işləyib gəlirsiniz. Bitsin. Bitmədi, yox, zarafat edirəm. Gəlin baxaq, Karol Dweck'in nəzəriyyəsində bəzi xüsusiyyətlərə. Qapalı və açıq düşüncə tərzi. Baxın, qapalı düşüncəli insanlar necə olurlar? Çətinliklərdən yayınırlar. Səhv etməkdən qorxurlar, başqalarının gözündə zəif kimi görünməkdən çəkinirlər. Rəyləri qulaq ardına vurur, asanlıqla təslim olurlar. Və mən bunu bacarmaram deyirlər. Yəni, qarşısına. Bəli, qarşısına bir çətinlik çıxanda deyir, mən bunu bacarmaram və geri çəkilir. Məsələn, uzun bir test görəndə deyir, mən bunu bacarmaram. Geri çəkilir, bu qapalı düşüncənin xüsusiyyətidir. Rəy verir kimsə ona, buradan alır, buradan da ötürür. Rəyləri qulaq ardına verir, asanlıqla təslim olur, səhv etməkdən qorxur, çünki başqalarının gözündə zəif görsənəcəyini düşünür və buna görə də səhv etmək istəmir. Amma açıq düşüncəli insanlar bunun tamamilə əksidir, yəni. Onlar çətinlikdən qorxmurlar, çətinliyin üzərinə gedirlər, səhvlərindən öyrənirlər, rəylərə qulaq asır və nəticə çıxarırlar, öyrənməyə maraqları var, uğursuzluq yaşayanda nə deyirlər? Hələ ki bunu bacarmıram, hələ ki sözü var, baxın açıq düşüncədə, hələ ki. Yəni, hələ ki bacarmıram, bacaracam, çalışacam, inkişaf edəcəm, bacaracam. Belə. Karol Dweck'ə görə sizcə açıq düşüncə, qapalı düşüncəli şagirdləri açıq düşüncəyə keçirmək mümkündürmü? Mümkündür, bəli. Dweck deyir ki, baxın, insanların xarakteri də, intellekti də, düşüncəsi də dəyişə biləndir. Yəni, insan sosial mühitdə zamanla dəyişir. Xarakter belə dəyişir. Düzdür, bəzən deyirlər, xarakter dəyişmir. Dəyişir, xarakter dəyişir. Necə dəyişir? Misal üçün, baxın, 17 yaşında düşüncəmizə, 25 yaşında düşüncəmizə, 35 yaşında düşüncəmizə. Yəni, zaman keçdikcə insan təkmilləşir, yaşad olur, həyat təcrübəsi artır və nəticədə nə olur? Onun xarakteri də, düşüncəsi də dəyişə bilir. Bəli. Qapalı düşüncəli şagirdləri necə açıq düşüncəyə keçirə bilərik? Varmı bir fikriniz? Necə keçirə bilərik? Aha, bəli, həvəsləndirə bilərik təbii ki. Sən bunu bacaracaqsan, yol göstərə bilərik, istiqamətləndirə, düzgün rəylər verə bilərik. Aha, bəli. Bəli. Xarakter və fikirlər zamanla dəyişib, yaxşı işlər qazanmış alimləri, bilməsən eyni işdə vaxtla oxunur, yəni çox savadlı oldu, müəllimləri pisliyində. Amma o hazır üçün belə bir bəli, doğrudur. Baxın, bəli, uğursuzluqların normal bir hal olduğunu uşaqlara öyrətmək olar. Risk etmə qabiliyyətlərini artırmaq olar. Yəni, insan nə zaman inkişaf eləmir? Risk eləməyəndə, addım atmayanda, məsələn, səhvlərindən qorxanda, mən bunu səhv eləyəcəm düşüncəsində baxsan nəyəsə, o zaman o səhv eləməyəcək və yaxşısını pisini də görməyəcək təbii ki. Olduğu yerdə qalacaq, bəli. Uğur əldə eləmək üçün addım atmaq lazımdır, iş görmək lazımdır, səhv eləmək lazımdır, uğursuzluğa düçar olmaq lazımdır ki, təcrübə qazanasan. Yəni, insan necə təcrübəli olur? Uğursuzluqlara düçar olaraq təcrübəli olur təbii ki. Henry Ford'un belə bir sözü var. Deyir, uğursuzluğa düçar olmayan insan həqiqi uğura çata bilməz. Yəni, sən həqiqi uğura çatmaq istəyirsənsə, mütləq nə etməlisən?
o yolun enişini, yoxuşunu və s. görməlisən ki, həqiqi uğura çata biləsən. Risk etmə qabiliyyəti. Məsələn, şagird səhv edəndə müəllimin onu danlaması, valideynin misalsını o aşağı nəticə toplayanda onu danlaması, üzərinə getməsi onun risk etmə qabiliyyətini azaldır. Artıq növbəti dəfə addım atmaq istəmir. Yəni, düşünür ki, mən addım atacam, səhv eləyəcəm, yenə də valideynim məni danlayacaq, müəllim məni danlayacaq, insanların gözündə zəif görsənəcəm. Yəni, bundan sonra heç addım atmayayım artıq. Yəni, addım atmayacaq. Bu halda da yerində sayacaq artıq. Əksinə geri gedəcək təbii ki. Sonra, şagirdlərə öyrətmək lazımdır. Bəli, düşüncənin dəyişən olduğunu. Kitabımızda belə bir nümunə var. Deyir, süngəri salır suyun içərisinə, sudan çıxardanda süngərin üzərində xeyli su olur. Amma bir neçə saniyə keçir, axır gedir, su boşalır. İnsan beyni də belədir. Biz məlumatları yığırıq, toplayırıq beynimizə, onu istifadə etmədikcə nə olur? Axır gedir zamanla, itir hamısı. Ona görə öyrəndiyimiz bilikləri istifadə etməliyik, təkrar etməliyik, refleks etməliyik ki, möhkəmlənsin, yadımızdan çıxmasın, uzun müddətli yaddaş ötürülsün. Şagirdlərə idraka yönəlik rəy verməklə onlara açıq düşüncəyə keçirmək olur. Biz onlara emosional rəy verəndə qapalı düşüncəli olacaqlar təbii ki. Amma idraka yönəlik rəy versək, açıq düşüncəli olacaqlar. Bunu Karol Dweck burada bir təcrübə ilə yoxlayıbdır. Təcrübəni necə aparır? Deməli, bir sinifə deyəsən suallar təqdim edir. Bu sualların hamısı deyəndə bir çox hissəsi çətin səviyyəli olur deyəsən. Və burada təbii ki, zəif yazan şagirdlər də olur, güclü yazan şagirdlər də olur. Sonra şagirdləri iki qrupa bölür. Dweck iki qrupa bölür. Bunlara birinə emosional rəy verir. Bir qrupa isə idraki rəy verir. Təbii ki, emosional rəy verəndə nə deyir? Deyir, afərin, çox ağıllısınız, yaxşı uşaqsınız. Siz ona görə yaxşı nəticə əldə etmişsiniz. Çalışın ki, həmişə yaxşı olun, mükəmməl olun. Digər qrupa isə necə rəy verir? İdraka yönəlik. Onlara isə deyir ki, siz çox çalışdığınız üçün yaxşı nəticə əldə etmişsiniz. Siz daha çox əzmlə çalışdığınız üçün, çətin tapşırıqların üzərinə getdiyiniz üçün yaxşı nəticə əldə etmişsiniz. Yəni, onlara artıq idraka, işinə yönəlik rəy verir. Sonra yenə şagirdlərə sual verir. Hər iki qrupa sual verir ki, indi siz asan sual istəyirsiniz, yoxsa çətin sual istəyirsiniz növbəti dəfə işləmək üçün. Bu dəfə təbii ki, emosional rəy verilən şagirdlər hamısı asan suallar istəyirlər. İdraka yönəlik rəy verilənlər isə nə istəyirlər? Çətin suallar istəyirlər. Niyə? Səbəb nədir? Səbəb odur ki, onlar mükəmməl olmamaqdan qorxurlar. Qorxurlar ki, birdən səhv edərlər, müəllimin gözündən düşərlər. Çünki onlara müəllim necə rəy vermişdi? Ağıllı olduqlarına görə, onlara mükəmməl olmağa görə rəy vermişdi. Amma bunlara nəyə görə rəy vermişdi? Çalışdıqlarına görə, səhvlərinə nəticə çıxardıqlarına görə, addım atdıqlarına görə, işinə görə yəni. Nəticədə onlar düşünürlər ki, yəni onsuz da çətin sual olsa belə, mən çalışacağam, əzmlə çalışacağam, müəllim məni yenə dəyərləndirəcək. Amma digəri nə düşünür? Digəri düşünür ki, mən səhv edəcəm, müəllimin gözündən düşəcəm, müəllim məni artıq yaxşı uşaq kimi tanımayacaq bir sözlə. Ona görə mükəmməlçiliyə can atırlar və çətin tapşırıqlardan yayınırlar. Bu səbəbdən də biz şagirdlərə gərək idraka yönəlik rəy verək ki, onlar da qapalı düşüncədə olmasınlar. Və bir də mükəmməlçiliyə çalışmaq özü də qapalı düşüncəli olmaq deməkdir. Mən addım atıramsa, ilk addımımda mükəmməl olmayacam təbii ki. Yəni ilk addımda kim mükəmməl olur ki? İstənilən bir işdə, istənilən bir sahədə sən gərək təcrübə qazanasan, zaman keçsin, illər keçsin ki, zaman mükəmməl olasan. İlk addımda mükəmməlçiliyə çalışanlar qapalı düşüncəli insanlardır. Çünki addım atacaq, mükəmməl ola bilməyəcək və ruhdan düşəcək bununla da. Addım atmayacaq bir daha. Belə öyrənirsiniz, bunların testlərini də işləyirsiniz. Hətta burada baxın, belə bir şey var, gəlin buna da baxaq. Deyir, yeni bilik və bacarıqlara yiyələnərkən. Nə deyir birinci? Deyir, yeni bacarığa yiyələn, bacarığı məşq elə, səhv elə. Səhvlərindən nəticə çıxar, təhlil et, düzəlt, öyrəndiyini yoxla, yenidən səhv elə. Kömək istə, öyrəndiyini yenidən yoxla, puxtələş. Yəni, sən bu cür puxtələşə bilərsən. Hətta kömək istəməyi sevməyən insanlar da qapalı düşüncəli olur. Yəni, mən bunu bacarmıramsa heç cür, kimdənsə kömək istəyirəmsə, bu açıq düşüncənin xüsusiyyətidir. Kömək istəyə bilərəm, daha təcrübəli insandan yardım ala bilərəm. Bu da açıq düşüncədir. Səhv eləmək açıq düşüncədir. Belə.
Bu qədər. İşləyirsiniz, gəlirsiniz, gələn dəfə baxırıq.